Marketinq məhsul haqqında danışanda zəifləyir, insanı düşünəndə güclənir. Ənənəvi marketinq necə daha çox sataq sualına cavab tapmaq istəyirdisə, müasir marketinq insan niyə alır sualının cavabını axtarır. Satış satıcının davranışı, alış isə alıcının zehnində gedən prosesdir. İndiki marketinq satıcının nə etdiyindən çox, alıcının beynində nə baş verdiyini anlamağa əsaslanır. Marketinqin işi insanları inandırmaq deyil, qərar verməyi asanlaşdırmaqdır. Çünki müştəri direl almır, o divarda deşik açmaq istəyir. Biraz da dərinə geçək, o deşik də istəmir. Divarda şəkil asmaq istəyir. Əslində o şəkil də istəmir. Evinin aurasını gözəlləşdirmək istəyir. Evinin aurası da əsas məqsəd deyil. O rahatlıq hiss etmək istəyir. Burada məhsuldan başlayıb insanın daxili dünyasına doğru gedən düşüncə pillələri var və düşüncə səviyyəsi dəyişdikcə təkcə marketinq dəyişmir. Biznesmenin özü və həyatı da dəyişir. Onun biznes modeli, liderlik üslubu və qazancı dəyişir. İşləri düşünən biznesmenin bütün diqqəti məhsulun üzərindədir və ancaq daha çox satmaq istəyir. O qiymət rəqabətinə girir və endirim kampaniyaları təşkil edir. Qısa müddətli vizyona sahibdir və daim bazardan qorxur. Ona görə də qiymət dəyişəndə stres keçirir. Deşiyi düşünən biznesmen isə problemi görür və araşdırmacıdır. O artıq dəyər üzərindən qazanmağa başlayır və ekspert olur. Çünki müştəri məmnuniyyətindən enerji alır. Şəkli düşünən biznesmenin vizyonu isə həyatı asanlaşdırmaqdır. O məhsulun istifadə ssenarilərini düşünür, çarə paketləri və yeni xidmətlər yaradır. Nəticədə əlavə satışlar yaranır. Otağın aurasını düşünən biznesmen isə miqyası daha da böyüdür və emosiyaları dizayn edir. O artıq brend və təcrübə yaradır. Onun vizyonu insanların həyat keyfiyyətini artırmaqdır və o premium segmentə keçir. Bundan sonra qiymət həssaslığı azalır və insanlar onu tövsiyə etməyə başlayırlar. Müştərinin rahatlığını düşünən biznesmen isə əsl fatihdir. Burada məhsuldan çox onun özü görülür. O insanların mikropsixologiyasını düşünmə qabiliyyətinə malikdir. O kimlikləri, inancları və həyat ssenarilərini düşünür. O artıq məhsul yaratmır, mədəniyyət yaradır. Onun vizyonu dünyanı dəyişməkdir və ən böyük iqtisadi üstünlük burada yaranır. Çünki o artıq məhsul yox, məna satır. Məsələn, Nike ayaqqabı satmır, hərəkət fəlsəfəsi satır. Bu 5 biznesmen arasındakı əsas fərq onların nə satması deyil, onların dünyanı haradan görməsidir. Hər pillədə yaradılan dəyər daha çətin kopyalanır və daha yüksək qiymətləndirilir. Müasir uğurlu biznesmenlər daha çox məhsul istehsal edənlər olmayacaqlar. Onlar insanların daxili dünyasını, arzularını, qorxularını, kimliyini və həyat hekayəsini anlayanlar olacaqlar. Bu sual əslində klassik marketinqdən daha böyük mövzudur. Bu nasıl yetişdirilmiş marketinqin mövzusudur. Bəs siz necə müştəriyə 1200 watt gücündə 2 il zəmanətlə direl satmağa çalışırsınız, yoxsa onu həyatın harmoniyasına dəvət edirsiniz? Fikirləriniz çox dəyərlidir.